Təqdim edəcəyimiz yaşayışlı həyət evi Balaxanı Fazendadandır. 2 sot torpaq sahəsinin içərisində yaşayışlı 4 daş kürsüdə, dairəvi qoşada şəxsi özünə tikili 3 otaqlı həyət evi 69 min manata satışa çıxır. Həyətində sanitar qovşağıdır. Sonunda yaşıllıq üçün yer saxlanılıb. Bura koyunba otağıdır. Evin ümumiyyətlə bütün kommunal sistemləri var. Hər birinin sayğacı qoyulub. Ay, çıxacaqdı quşlar. Quşların saxlandığı yer idi. Burada evin sol tərəfinə, böyrünə keçmək üçündür. Əzmədim mən quşu. Qoydum qapının arasında. Sonra Allah kesin günahından. Gedək evin içərisinə. Bilmirdim axı. Keçək evin daxili sifariş eləyək. Bu evin girəcək hissəsidir, girəcək asfalt tavandır. Sağda geniş mətbəxidir, isti puldur, yəni asma tavadır və mətbəxində ikinci bir hissədə var. Onu da ətraflı göstər. Pəncərələrin reşotkasına kimi qoyulub. Mətbəx mebeli satışdan sonra qalacaq. Divarda maraqlı bir stel kimi yığılıb. Kamera sistemi nəzarətindədir. Start qiymət 69 mindir. Real müştəriyə ev yəsi tərəfindən indirim oldu. Bax, içəri niyə qaranlıqdır? Açıq gibi çıxart da demək. Geniş qonaq otağı. Ev dairəvi, qoşadaşlı, şəxsi özünə tikilidir. Burada bir yataq otağıdır. Növbəti yataq otağı. Sanitar qovşağı, sanuzeli, ikisi bir yerdə bütün aksesuarlar var. Ev yəsində hələlik blok atıb videonu görməsin. Quşun başına oynaşdığımızı. Qiymət 69 min manatdır. Quşa görə dindən üzr istəyirəm. Videonun sona qədər izlədiyiniz üçün təşəkkür edirik.